Əhl-i Beytin bizdən olan gözləntisi budur ki, əslində insan izzət fikrində olmalıdır. Biz inanclı insanlar, möminlər təbii ki, belə bir fikirdəyik. Amma bu fikirdə israrlı olaraq Allahdan çox istəməliyik. Mütləq izzət sahibi Allahdır. Sən əməlinə, davranışına çox arxeyin olma. Əməllə yanaşı mütləq şəkildə əməlin nəticəsini, onun verəcəyi təsiri Allahdan görməlisən. Bilirsiniz də, İmam Hüseyn insan Tasua günü icazə alır. Həzrət Əbəlfəz ağanı göndərir ki, icazə al düşmən tərəfdən ki, bugün Hüseyn istəyir Allaha ibadət eləsin. İnnə uhibbus salah. Hüseyn namazı sevir. Hüseyn Quranı tilavət eləməyi sevir. Hüseyn gecə namazı qılmağı sevir. Allahla danışmağı sevir. Və İmam Hüseyn ağa Həzrət Əbəlfəzi göndərir. O gecəni İmam Hüseyn əleyhissalam Allahla razı niyaz eləməyə icazə alır. Deyir, o gecə o xeymələrdən elə bir səs gəlirdi ki, o bal arılarının vızıltısı kimi. Allahla elə bir münacat eləyirdilər. Hər bir xeymədə ağlaşma, münacat. Bəzi xeymələrdə hələ o yaşlı səhabələr zarafat eləyirdi, deyib gülürdülər. Biri deyir ki, sən bir zarafat eləməzdin, bu qədər yəni deyib gülən deyildin, bu nədir? Deyir, sən görmədin, ağamız dedi ki, bizim Mövlamız dedi ki, siz sabahlarım şəhid olasınız. Onun sevincini yaşayıram. Baxın, ibadət, bəndəçilik səbəb olur ki, insan çox aram, gözəl, zövqlü, səlqəli bir həyat yaşasın. İnsanın həyatının zövqünü, şirinliyini, ləzzətini əlindən alan Allaha itaətsizlikdir. Allahın sözündən çıxmaqdır.